Hər kəsə salam. Bugün çox ləzzətli və tez hazırlanan şokoladlı piroq reseptini sizinlə paylaşıram. Lazım olan ərzaqlar 5 ədəd yumurta, 2 stəkan şəkər tozu, stəkan ölçüsü 200 ml-dir və 5 qram, yəni 1 paket şəkərli vanilin əlavə edib, mikserlə yumurta və şəkər tozu ağarıb köpüklənənə qədər çalıram. Ardından 100 ml, yəni 1 armudu stəkan duru yağ əlavə etdim və yarım çay qaşığı sodanı 1 stəkan qatıqda söndürüb bu qarışıma əlavə edib qarışdırıram. Ardıca 2 dolu və yarı stəkan un və 10 qram qabartma tozu əlavə edib qarışdırıram. Xəmir gördüyünüz bu qatılıqda alınır. Xəmiri diametri 30 sm olan tavaya töküb 180 dərəcədə 40 dəqiqə ərzində bişməyə qoyuram. Həmin vaxt ərzində piroqun şokoladını hazırlayıram. 1 dolu və yarı stəkan süd götürdüm. Üzərinə 2 dolu yemək qaşığı kakao, 2 dolu yemək qaşığı şəkər tozu, 10 qram kərə yağı və evdə varsa 20 qram da damla şokoladı istifadə edə bilərsiniz. Şokoladı qaynara düşənə qədər qarışdıraraq bişirmək lazımdır. Şokolad bişib hazırdır. Tam soyduqdan sonra, piroq da bişib tam soyduqdan sonra üzərinə şokoladı töküb hər tərəfinə yayıram. Şokoladın bərkiməsi üçün bir müddətlik soyuducuya qoyacağam. Daha sonra isə istədiyiniz formada dilimləyib süfrəyə təqdim edə bilərsiniz. Çox ləzzətli, yumuşaq bir piroq alındı. Dadı möhtəşəmdir. Mütləq siz də evdə bişirin, dadına baxın və şərh bölümündə də fikirlərinizi mənimlə paylaşmağı unutmayın.